Bugünkü Trump Amerikası birilər kimi düşünmür. O Trump Amerikası deyir, o dövləti mənə bağlayın, ya könüllü. Bugün İranla savaşı o da. Deyir, gəl oturaq anlaşaq. Bu nükleer silahdır, bunları da qoy kənara, hər şeyi qoya kənara. Yeraltı sərvətlərindən %50'sini mənə bir məsələ dəstəkləyirəm. Necə ki bu təklifi Ukraynaya verdi, Rusiya verdi, bütün dövlətlərə verir. Deyir ki, gəl yeraltı sərvətlərini, yeraltı mədənlərini, bütün maddi imkanlarını, %50'sini mənə ver, mən səni dəstəkləyəcəm. Mənim siyasətim yanında ol günan, ne iş görürsən gör. İstir diktator olursan ol, demokrat olursan ol, nə olursan olursun mənə heç bir aidiyyəti yoxdur deyir. Yetər ki mənim maddi çıxarlarımın Amerikanın güclənməsi siyasətin yanında ol. Orada varsansa hə, bu Trump Amerikası belə düşünür və eyni zamanda Trump Amerikası burada LGBT və pedofil dünyasının qalib gəlməyini istəmir. Bilir ki, onlar dünya dövlətləri içərisində güclənsələr, bir gün də Amerikada Trump'ın boğazını üzəcəklər. O güclənən pedofil və LGBT dünyası. Ona görə Trump həm də yerli siyasətində onlara qarşı olan güclərlə əməkdaşlıq edir. Siz diqqət etmirsiniz ki, Trump niyə Paşinyanla, İlham Əliyevlə həm də yaxınlıq edir? Niyə? Ona görə yox ki, bunlar sülh istəyir. Ona görə yox ki, biz Qarabağda qalib gəlmişik. Yox. Trump gözəl bilir ki, Paşinyan da Azərbaycan Cumhurbaşkanı İlham Əliyev də LGBT-çilərlə, pedofilçilərin əleyhinədir. Ortaq maraqlar həm də bunları birləşdirir. Azərbaycanda LGBT-çilərin hədəfində kim var idi həmişə? İlham Əliyev. Pedofilçilərin hədəfində kimdir? Yenə İlham Əliyev. Deməli, həm də Trump'ın ortaq düşmənləri Sayın Əliyevin də düşmənidir. Bunların ortaq dərd birləşir. Digər tərəfdən Sayın Erdoğan. Sayın Erdoğanla Trump arasında nə bağ ola bilər? Pedofil və LGBT dünyasına qarşı işbirliyi. Bugün Putin Rusiyası ya da Putinin özü niyə Trump Amerika tərəfindən həm də müdafiə olunur? Ona görə yox ki, Trump Amerikası Ukraynanın işğalını istəyir, yox. Trump Amerikası bilir ki, Putin'in özü də LGBT dünyasından, pedofil dünyasına qarşıdır. Və Rusiyada LGBT ləğv olunub, pedofilliyə qarşı böyük bir mübarizə var. Bunun da liderliğini Rusiyada Putin eləyir. O liderlər arasında getdikcə işbirliyi güclənir ki, o liderlər pedofillərlə LGBT dünyasına qarşı ortaq mübarizə aparırlar. Bunların yeni bir koalisyonu yaranır. Trump Amerikasında bugün yanlışlıqlar çoxdur. Trump'ın özünün siyasətində də bizim maraqlarımıza uyğun gəlməyən addımlar var. Amma bu addımlar əsas vermir ki, biz daha pis güclərin güclənməsini təmin edək. Onlarla işbirliyinə gedə olmaz. Biz Trump'ın daha güclənməsini istəməliyik ki, Trump daha çox onlardan qırılsın. Amerikada o güclərə qalib gəlsin.